Salam əziz dostlar. Kəlam elmini davam elətdiririk. Səhifə 34. Quranda teleoloji dəlil haqqında olan ayələri deyəcəkdik. Onlardan birini yenə sizə təqdim edirəm. İnsanın yaranışı barəsində Allah Teala Qur'an-ı Kərimdə Rum surəsi 20-ci ayəsində buyurur ki: Əuzu billah, bismillah və min ayatihi ən xalaqakum min turabin. Thumma izə entum bəşərun təntəşirun. Allah'ın sizi torpaqdan yaratması, sonra da hərənizin bir insan olub yeryüzünə yayılmağınız onun qüdrət əlamətlərindəndir. Qüdrət nişanələrindəndir, qüdrət əlamətlərindəndir. Allah Teala insanı torpaqdan yaratmasını və eyni zamanda bir bəşər olaraq yer üzünə yayılmasını özünün qüdrət nişanəsi hesab edir. Çox maraqlı bir nöqtədir bu. Çünki ona görə ki, həqiqətən insanlar necə artırırlar, necə çoxalırlar. Bunlar çox heyrətamiz şəkildə, elmi şəkildə də həmçinin insanlara təqdim olunur. İmam Sadiq əleyhissalam insanın yaranışına hakim olan nizam və bu həqiqətin Allahın varlığına sübut olması haqqında buyurur. Həm insanın yaranışına hakim olan nizam haqqında, həm də bu həqiqətin Allahın varlığına sübut kimi qiymətləndirir. Buyurur ki, Allahı bəndələrdən gizli hesab edən şəxsə təəccüb edirəm. Yəni o kəslər təəccüb edirəm ki, o deyir ki, Allah bəndələrdən gizlidir. Belə ki, bəndələrdən gizli deyil. Allahın qüdrət nişanələri çoxdur. Onlar hər biri Allahın varlığına dəlalət edir. Halbuki onun xilqətinin əlamətlərini ağılları heyrətdə qoyan tərkiblə özündə görür. İnsan özündə öz tərkibini bir dənə araşdırsa və ağlı heyrətə düşər ki, məndə bu tərkiblər var və bu tərkiblərdən mən meydana gəlmişəm. Bunu Allahsız mümkün deyil. Bu Allah olmadan bunların yaranması qeyri-mümkündür. Bu tərkibdə yaranması qeyri-mümkündür. Canıma and olsun ki, İmam Sadiq əleyhissalam buyurur. Canıma and olsun ki, bu əzəmətli işlər, o cümlədən dünyanın hamıya aşkar formada olan tərkibi, onda aydın şəkildə olan incə tədbir, yoxdan yaranma və hər bir şeyin bir təbiətdən digər bir təbiətə, bir şəkildən digər bir şəklə keçməsi haqqında düşünsəydilər, yəni insanlar düşünsəydilər ki, bu varlıq aləmində olan bütün bu tədbirlər ki var, eyni zamanda tərkiblər ki var, bu tərkiblər haqqında düşünsəydilər, bir şəkildən başqa bir şəklə keçirik biz. Nütfə şəklindən rüşeym şəklinə, rüşeym şəklindən insan şəklinə çevrilirik. Ölüb sonra təzədən sümüklərə bədənimiz çürüyür. Və bu sistematik yaranış və yox oluş sisteminə baxsaq, Yaradanın varlığına olan dəlilləri müşahidə edərdilər. Bunların hamısı öz başına deyil. Bunları mütləq kimsə yaradıb, bu tərkibdə yaradıb, bu sistemdə yaradıb. Çünki tədbirli yaradanın tədbirinin nişanələri hər şeydə mövcuddur. Əgər doğrudan da bu varlıq aləmdə tədbir varsa ki, var, deməli bu tədbirli yaradılışın tədbirli yaradanı var. Üzr istəyirəm. Tədbirli yaradanın var və bu tədbirli yaradanın hər birinin nişanələri həmin tədbirli yaradılmışlarda var. Çünki tədbirli yaradanın tədbirinin nişanələri hər şeydə mövcuddur. Hər bir şeyin tədbirli tərkibi insanı vahid və hikmətli Allaha tərəf yönəldir. Yəni hər bir şey ki, görürük, onun tərkibi tədbirlidir, deməli bunun yaradanı da hikmətlidir və təkdir, vahiddir. Sağ olun.